Bugünkü yeni mövzumuz iş formaları. İş formaları. Ümumiyyətcə, iş forması nədir? İş forması uşaqların biz məşğələni keçəndə uşaqlara hansı formada və necə keçməliyik? Bunu aşılamaqdır. Ki, biz məktəbə qədər təhsil müəssisələrində uşaqlara necə yanaşmalıyıq? Hansı iş formasından istifadə edərək məşğələni keçməliyik? İndi bunlara baxacağıq. İş üsulları, iş formaları. Bəli, əvvəl iş formalarını keçəcəyik, sonra iş üsullarını. Birinci növbədə yazırıq. Bax, heç yadınıza düşürmü? Heç eşitmişsiniz mi ümumiyyətcə iş formalarımız hansılardır? Kollektiv işlər. Sağ olun. Bəli, bəli. Qruplar. Birinci növbədə yazırıq fərdi iş forması. Birinci. Sonra bunu ardıcıl bilməyimizə ehtiyac yoxdur, sadəcə belə yazırıq. Cütlərlə iş forması. Üçüncü, gruplarla iş forması. Ay, sağ ol. Gruplarla iş forması. Dördüncü isə kollektiv iş forması. Deməli, bunlar hansı yaşda istifadə olunan iş formalarıdır deyəndə biz deyəcəyik ki, 3-6 yaşda. Bunlar 3-6 yaşda istifadə olunan iş formalarıdır. Bir də var, 1-3 yaşda istifadə olunan iş formaları. Əslində eynidir. Fərdi var, 1-3-də var. Qruplarla iş forması sadəcə olaraq yarım qruplarla gedəcək. Yaxşı. Yarım, bəli, ay, sağ ol. 1-2-2-3 yaşlı uşaqlarda da fərdi olduğu kimi qalır. Sonra, cütlərlə iş forması yoxdur. Bəli, yoxdur. Kollektiv iş forması isə var. Kollektiv, bəli. Deməli, biz deyəcəyik ki, 1-3 yaşda istifadə olunan iş formaları hansılar deyəndə nə deyəcəyik? Fərdi iş forması, yarım qruplarla iş forması və kollektiv iş forması. Bəs 3-6 yaşda hansılardır? Qruplarla iş forması və kollektiv iş forması. Hər bir iş formasının özünə məxsus müsbət və mənfi tərəfləri var. Əvvəl yarım qruplarla iş formasını izah edəcəm. Çünki onsuz da ki, o birisilər 1-3-ə də aiddir, 3-6-ya da aiddir. Yarım qruplarla iş forması nədir? Məsələn, 1-2 yaşda və 2-3 yaşda istifadə olunur. Tutaq ki, indi qrupda bax, 8 müəllimə var da burada, deyil mi? 8 uşaq deyək də qrupda. 4-ünü 1 otururam. Və onlara hər hansı bir, məsələn, tutaq ki, meyvələr haqqındadır. 4 uşaq alma haqqında fikirləşir, 4 uşaq. Mövzu da eyni olacaq. Alma almadır. Armud da mövzu eynidir. Biz qruplarla iş formasında mövzunu dəyişirik axı. Bir qrupa meyvə verirəm, bir qrupa heyvanlar haqqında verirəm. Amma yarım qruplarla iş formasında mövzu eynidir. Qrupda 4 uşaq varsa 2-2 bölürəm. 10 uşaq varsa 5-5, 20 uşaq varsa 10. Yarım qrupa bölürəm də uşaqlara. Aydın oldu. Bu yarım qruplarla iş formasıdır. Bu hissəsini siləcəm, indi keçəcəm digərlərinə. Deməli, bir dənə buradan yadınıza saxlayırsınız ki, 1-3 yaşda cütlərlə və qruplarla iş forması yoxdur. Cütlərlə ümumiyyətcə yoxdur, qruplarla isə olur yarım qruplarla iş forması. İndi keçək fərdi iş formasının müsbət və mənfi tərəfləri, baxaq görək nələrdir. Ümumiyyətcə bu iş formalarından danışanda, indi müsahibə mərhələsində də buna biz çox rast gələcəyik. Danışanda həmişə əvvəl müsbət formasına deyəcəyik, sonra isə bir dənə də mənfi xüsusiyyəti var deyərək danışacağıq. İlk növbədə fərdi iş forması, baxın, fərdi yanaşmaqda uşaqlara. Hansı didaktik prinsipdir? Didaktik prinsip. Uşaq yönümlülük. Hansı pedagojik prinsipdir? Diferensiyallaşma və fərdiləşdirmə. Deməli, uşağa necə yanaşıram? Fərdi yanaşıram. Başqa? Fərdi yanaşma. Onların yaş xüsusiyyətini nəzərə alıram. Yaşını, bir də uşaq yönümlü didaktik prinsipindən danışıram. Nəzərə alıram. Sərbəst düşünür. Ay, sağ ol. Uşaq sərbəst düşünür. Sərbəst düşünür. Uşağın potensial imkanları üzə çıxır. Potensial imkanlar üzə çıxır.
Başqa nə olar Özünə burada? inam formalaşır. Ay, sağ ol. Uşaqların özlərində inam formalaşır. İnam formalaşar. Sonra uşağın mənfi, müsbət tərəfini tapa bilərəm, elə deyilmi? Mənfi, müsbət tərəfi. Aha. Bəli, bunlar oldu fərdi iş formasının xüsusiyyətləri. Yəni, tutaq ki, Aysələ tək yanaşıram, Gönçə müəlliməyə tək yanaşıram, tutaq ki, Mətanət müəlliməyə tək yanaşıram, təkcə. Hamı sakit dayanır, bəli, və bayaqlıca fərdi şəkildə sual cavab etdik. Fərdi şəkildə uşaqlara sual cavab edirəm. Bəs yaxşı, bax, mən desəm, bax, fərdi iş formasının müsbət xüsusiyyətləri hansılardır, sayın deyirəm. Hamınız sayırsınız, elə deyilmi? Bu, fərdi yanaşma deyil. Burada artıq uşaqlara kollektiv yanaşıram. Aydın oldu. Amma fərdi iş formasında deyirəm, Mətanət müəllimə say. Və yaxud da Gönçə müəllimə say. Yəni, təkcə uşağın bir uşaqdan soruşuram. Bu fərdi iş formasıdır. Yaxşı, fərdi iş formasında gəlin məntiqlə düşünək görək. Mənfi cəhəti nə olar? Vaxt çatmazlığı. Ay, sağ ol, bəli. Mənfi cəhəti vaxt çatışmazlığıdır. Yəni, vaxt çatışmazlığı. Ay, sağ ol. Bax, gördünüz, 1 saat 15 dəqiqədir, mən sizə sual cavab edirəm. 1 saat 15 dəqiqə. Gördünüz nə qədər vaxt keçdi? Biz məşğələdə uşağa 1 saat 15 dəqiqə Ay, sağ ol. Demək ki, vaxt çatışmazlığı olur. Qrupda 10 uşaq varsa, onunla da tək-tək yanaşsam, nə baş verər? Vaxt çatışmamazlığı olar. Amma bu demək deyil ki, bu iş forması olmaz, yaxşı iş forması deyil demək deyil. Sadəcə olaraq burada uşaqlara biz hər dəfə fərdi yanaşdığımız üçün vaxt çatışmazlığı olur. Ona görə də deyirik ki, hər gündə bir uşağa fərdi iş yazılmalıdır. Elə deyilmi? Ona görə fərdi iş formasının mənfi cəhəti vaxt çatışmazlığı olduğu üçün bu xüsusiyyətlər düzdür. Əlbəttə ki, bu müsbət cəhətlərdir onun ki, potensial imkanı ortaya çıxır. Elə uşaqlar ünsiyyət qura bilmir. Nə qədər eləsəm də kollektivə qoşula bilmir. Ona mən məcburam, axı fərdi yanaşmalıyam. Fərdi iş forması aydın oldu. Bir dənə şəhət olmasa şəklini çəkək. Mən bir dostlarla verəsim, müsibət şey yazmışdı. Buyurun. Məsələn, fərdi işdə bir dənə yazsam bu mənim üçün nədir? Gün ərzində 2 dənə? Heç olmasa bir dənə olmaz. 2-3 uşağa yazılmalıdır, amma heç olmasa bir uşağa fərdi iş yazmalıyam. Yəni bir uşağa yazmışam. Mən 2 dənə yazıram. Düzdür. 2 dənə. 2 yazıram mən də. 2 də olar, 3-ə qədər olar da, 3 uşağa da Bəzən elə bir rahat nə olanda 3 uşaq da yazıram. Amma indi məsələn yazılarımız çox olanda, işimiz çox olanda bir uşağa yazır. Heç olmasa bir uşağın fərdi işi olmalıdır. Yəni bu nöqsan kimi tutula bilməz də bir uşağa yazılır. Xeyr, tutula bilməz. Aha, yaxşı, bəs çəkiliş şəklindən keçək indi. Cütlərlə iş forması. Baxaq görək cütlərlə də söhbət nədən gedir. Bir-birinə kömək edirlər. Aha, iş forması. Bax, cütlərlə iş forması bilirsiniz nədir? Digərləri, necə ki, fərdi iş formasına, məsələn, Gönçə müəllimə danışdım, sonra keçdim həqiqət müəlliməyə, sonra Mətanət müəlliməyə, bu oldu fərdi. Amma cütlərlə də 2 uşaqdır. Bax, Gönçə müəllimə həqiqət müəlliməyə tapşırıq deyirəm ki, bu rəsmi rənglər. Yəni, cütlərlə iş formasında 2 uşaq olur. Aydın oldu. 2 uşaq. Bir-birinə hörmətlə yanaşır, müsbət cəhətidir. Bir-birinə hörmətlə yanaşır. Qarşılıqlı münasibət yaranır. Ay, sağ ol. Hörmətlə yanaşma. Bax, 2 uşaq olduğu üçün ən yaxın əməkdaşlıq olur. Ən yaxın əməkdaşlıq. Aha. Sonra, bəli, bir-birlərinə kömək edirlər. Bəli, kömək edirlər. Uşaqlar məsuliyyətli olurlar. Məsuliyyətli olurlar. Bunlar cütlərlə iş formasının müsbət tərəfləridir. Yəni, 2 uşağa iş verirəmsə, onlar bir-birlərinə hörmətlə yanaşırlar, bir-birlərindən soruşurlar, bir-birlərinə kömək edirlər, deyilmi? Bu cütlərlə iş formasının müsbət tərəfləridir. Bir də, sizcə burada 2 uşaq arasında mən məşğələ keçirəmsə, mənfi xüsusiyyət nə olar? Nə olar, bax? Birinin bilmədiyini o kişi Kömək edirlər də bir-birinə. Kömək edirlər, o müsbətdir. Mənfisi nə olar? Uşaqlar arasında mübahisə baş verə bilər, konflikt ola bilər. Məsələn, mən bayaq Gönçə müəlliməyə dedim ki, bax, burada səni keçmək istəyən müəllimə var.
Artıq onda konflikt yaranır. Yəni indi uşaq deyilik, indi konflikt yaranmaz, amma düşünür ki, necə yəni ola bilməz də, mənə heç kim düşə bilməz. Aydın oldu? Konflikt budur. Fikirləşirəm, o iki nəfər kimdir deyə. Aysa, mən nə fikirləşir ki, ona qarşı konflikt olsun da. Aha, və yaxud da mən iki uşağa tutaq ki, rəsm vermişəm, rəsmi rəngləyir, deyirəm ki, həqiqət müəlliməni Gönçə müəllimə. Deyirəm, bax, Gönçə müəllimə, siz daha qəşəng rənglədiniz. Həqiqət müəllimi onda sizə pis-pis baxacaq da. Konflikt oldu, uşaqdan gedir də indi söhbət, elə deyilmi? İki uşaqdır və yaxud da sual verirəm, tutaq ki, iki uşaqdır, hər hansı bir meyvələr haqqında deyirəm, danışın. İki uşaqda cütlərlə iş forması. Birini danışıb, o biri yaxşı danışmayanda deyəcəm ki, sən yaxşı danışmadın. Onda o birisinə qarşı deyəcəm ki, sən əla 5 alırsan, sən tutaq ki, 2 alırsan, 3 alırsan. Onda uşaqlar arasında nə baş verəcək? Konflikt. Konflikt sözünün də mənası nədir? Mübahisə, münaqişə. Bu iki uşaq arasındakı, yəni cütlərlə iş formasının mənfi cəhətidir. Ona görə biz tərbiyəçi müəllimlər nəyə diqqət etməliyik? İki dalaşqan uşağı bir yerdə otuzdurmamalıyıq ki, uşaqlar arasında həm də bu iş formasından istifadə edəndə konfliktli, yəni mübahisəli uşaqları bir yerdə tutturmaq olmaz. Aydın oldu? Bunun da bir dənə aytan var, zəhmət olmasa. Fərdi cütlərlə danışdığını keçəcəm qruplarla iş formasına. Rahat olacaq. Əlbəttə, indi evdə oxuyanda yadında düşəcək. Çəkdiniz şəklində. Hə, bu işinizdir, bunu biləcəksiniz, bu rahatsınız. Buradan işimiz nəyə düşür? Biraz soğuk. Hansında? Oxunur, ümumiyyətlə. Rabitəli niyet kollektiv iş formasında. Çünki artıq işıqlı, qırmızı rəngdə yazıram, bəlkə də ona görə. Həm də işıq orada işıq. Amma oxunur, yaxınlaşdıranda oxunur. Onda belə deyəcək, qarayla alacaq. Ölçək. Bu mənim qutarım tez. Qruplarla. Yaşıla geçək. Qruplarla iş forması. Aha, qruplarla iş formasında, məsələn, tutaq ki, belə deyək də, 12 uşaq var qrupda, 12. 4, belə oturturam uşaqlar, elə deyilmi? Və hər birinə də ayrı-ayrı tapşırıq verirəm. Amma 4 uşağa eyni tapşırığı verirəm. Məsələn, bax, siz üçünüz biri oturmuşsunuz, bu partda 4 uşaq, belə deyək, biri oturub, 3 uşaq orada oturub. Bax, deyirəm ki, almanı götürün, siz rəngləyin. Siz dördünüz də başlıqsız almanı bir vərəqin üzərində rəngləməyə çox istifadə etmiş olarsınız qruplarla iş formasından. İşləməyən müəllimələrə biraz üzümü tutum. Yəni, qruplarla iş formasında 4 uşaq, 3 uşaqla bölürəm və yarım qrupda 8-i 4 böldüm, elə deyilmi? Amma burada məsələn 3-3-lə bölə bilərəm. 3-3, 9 uşaqsa və yaxud da 3-3-2. Bax, belə bölə bilirəm. Aydın olur məkanət müəllimə. Amma tapşırıq bir dənə tapşırıqdır. Eyni tapşırıqdır. Tutaq ki, nəyisə rənglə deyirəm, amma bir dənə komanda seçilir. Tutaq ki, komandanın, deyək ki, böyüyü həqiqət müəllimədir. Deyirəm ki, mənə meyvələr haqqında danışmaq lazımdır. Dördünüz də həqiqət müəlliməyə fikirlərinizi deyirsiniz, həqiqət müəllimi onu mənə qaytarır. Hamınızın yerinə. Başa düşdünüz? Demək, bəli, qrup lideri. Demək, qruplarla iş formasında müsbət cəhət nə olar? Bir uşaq digərlərini dinləyir. Ay, sağ ol. Digərlərini dinləyir. Sonra, uşaqlarda sərbəst düşünmə olur. Üzr istəyirəm, müstəqil düşünmə. Müstəqil fikir söyləyir də uşaq. Sərbəst şəkildə, müstəqil şəkildə fikir söyləyir. Bir dəqiqə. Müstəqil fikir söyləmə. Müstəqil fikir söyləmə. Bu nə deməkdir? Bir uşaq digərləri dinləyir, o deməkdir ki, məsələn, 4 uşaqsızsa, tutaq ki, 4 uşaq varsa, biri danışıqda o birdən qulaq asır da, dördünüzdəki, görək onun fikri nədir görəsən, maraqlı gəlir də, çünki o da sənin adına danışacaq onsuz da ki, gedib. Yəni, bir-birlərinə hörmətlə yanaşırlar, bir uşaq digərlərini dinləyir, sonra müstəqil, hər kəs öz fikrini deyir, bir müəlliməyə, bir uşağa deyir, o da gəlib müəlliməsinə qaytarır. Çünki orada müstəqil fikir söyləmək formalaşır uşaqlarda. Amma iş gedir ha. Məsələn, tutaq ki, rəngləmə verirəmsə, hamı birlikdə başlayır onu rəngləməyə. Bəs mənfi cəhət nə olar burada? Bax, mənfiq də düşünək görək, nə olar mənfi cəhət? Səs-küy çox olarmı? Olar. Olar, elə deyilmi? 4 dənə uşaqda istər-istəməz danışacaq. Amma o səs-küyün səbəbi nədir?
Nə edir ki uşaq? İş görür, elə deyilmi? Ona görə də deyəcəyik ki, mənfi cəhəti işgüzar səsküylülük. İşgüzar səsküy. Qrupda səsküy olacaq, amma iş getdiyi üçün həmin iş barəsində uşaqlar danışacaq. Mənfi cəhəti də işgüzar səsküylülükdür. Bir dənə burada zəhmət olmasa, sonuncu gün danışaq. Yaxşı deyir. Yaxşı, daha da açıqdır. Qırmızı biraz köhnə üçün. Gətirin yaxından çox deyir. Bir dənə Yaxınlaşdığını düşür yenə. yox, yaxşıdır. Ona görə o bir otağı istəyir də, eləklə. Bura yaxşıdır. Sonra gedək indi kollektiv iş formasına. Aha, kollektiv iş forması. Bax, kollektiv deyəndə bu nə deməkdir? Yəni hamı birlikdə. Çox asandır. Kollektiv iş formasında hamı birlikdə. Burada nə formalaşacaq uşaqlarda? Ünsiyyət, rabitəli, nitq formalaşır. Danışırlar çünki nitqləri inkişaf edir. Başqa nə olar burada? Sosiallaşma olur. Ay, sağ ol. Sosiallaşma. Bütün uşaqlar bir dənə problemi həll etməyə çalışırlar. Ay, solar, bəli. Bütün uşaqlar, bunu yazaq çünki bu əsas da açar söz kimidir. Bütün uşaqlar eyni problemə köklənir. Yəni, məsələn, uşaqlara sual verən bizim prezidentimiz kimdir? Hamı birlikdə cavab verir. Bayrağımızın neçə rəngi var? Hamı birlikdə cavab verir. Bəli, hamı birlikdə cavab. Artıq burada nə fərdi yanaşmıram, nə məsələn uşaqlara qruplarla işdən istifadə eləmirəm. Yaxşı, məşğələlərdə. Hamısı məşğələlərdə istifadə olunan iş formaları. Öyrədəndə, dərs öyrədəndə istifadə olunan iş formalarıdır. Həlimə müəllimə, kollektivdə mənfi cəhət nə olar? Sual verdim, hamı cavab verdi. Bəli, səsküy olur. Biz qruplarla iş formasında da səsküyü demişdik. Amma o necə səsküylü idi? Amma burada artıq xaos yaranacaq. Yəni hədsiz səsküylülük. Buna deyəcəyik, mənfi cəhəti xaotik səsküylülük. Səsküy. Bir dənə mənə mənfi cəhət tapın burada. Məntiqlə düşünün, bax. Orada zəif uşaqlar. Ay, sağ ol, bəli. Ay, zəif uşaq kənarda qalır. Və məsələn, sual verirəm ki, tutaq ki, bayaq dediyimiz kimi, bizim prezidentimiz kimdir? Hamı cavab bilənlər uşaqlar olur da, cəhət uşaqda qalırlar. Məsələn, hansısa müəllimə bilsə də, hansısa uşaq bilsə də, onu mən eşidə bilmirəm birislərin səsindən. Deməli, onun zəif tərəfi, zəif uşaqlar geridə qalırlar. Zəif uşaqlar geridə qalır. Bəs zəif uşaqlar geridə qalmasın deyə ən gözəl iş forması hansı olar? Ay, sağ ol. Ən gözəl iş forması, bunu silirəm, şəkil çəkəndə qarışıq olmasın. Bəli, fərdi iş formasından istifadə etsən. Düşünə bilmir. Amma mən adi sizi sual cavab edirəm, deyirəm, icazə verək, düşünsün. Düşünə bilmir axı, hə. Hamı birlikdə, o artıq geridə qalır da, istərsiniz geridə qalır. Bunu da bir dənə götürək. Bu bizim oldu yeni mövzumuz. Deməli, neçə iş formamız var dedik? 4. Aha, 4 iş formamız var. Hansılar oldu? Cütlərlə, qruplarla. Bu hansı yaşda istifadə olunandır? Fərdi cütlərlə, 3-6 yaşda. Bəs 1-3 yaşda hansılar oldu? Fərdi, yarım qruplarla, kollektiv. Kollektiv, ay sağ ol. Fərdi iş formasında müsbət tərəf nə oldu? Hamıdan soruşaq biləyim. Müsbət tərəf. Potensial imkanları üzə çıxır, yaş xüsusiyyətləri üzə çıxır, elə deyilmi? Bu fərdi iş forması. Bəs fərdi iş formasının mənfi cəhəti nə idi? Bax, çatışmamazlığı. Ay sağ ol, bax, çatışmamazlığı olur, bəli. Bəs cütlərlə iş formasının nə oldu müsbət tərəfləri? Bir-birinə
hörmətlə yaşanır. Əməkdaşlıq. Ən yaxın əməkdaşlıq olur. Bir-birlərini başa düşürlər, dinləyirlər. Amma mənfi cəhət də vardı. Necə uşaqları oturtmaq olmazdı? Uşaqları birlikdə oturtmaq olmaz. Qruplarla iş formasında necə olurdu uşaqlar? Nəyə bölünürdü? Nəfərli qruplara bölünürdü. Hər qrupda uşaqlara tək-tək ayrı-ayrı mı mövzu verilir, yoxsa? Bir qrupa bir mövzu, o birisi qrupa başqa bir mövzu. Bəs uşaqlarda nə formalaşırdı qruplarla iş formasında? Müstəqil fikir söyləyə bilirdilər, elə deyil mi? Biri digərləri dinləyirdi. Bəs mənfi cəhət nə idi qruplarla da? İşgüzar səs-küylü olurdu. Bəs dördüncü iş formamız hansıdır? Kollektiv. Onun müsbət mənfiləri nələrdir? Müsbət fikir, ünsiyyət, sosiallaşma, bəli. Bəs kollektivin mənfi cəhəti nə idi? Səs-küylü idi, xaos yaranırdı. Aydın oldu. Zəif uşaqlar da kənarda qalırdı. Mövzumuz bu qədər.